Salam, hər vaxtınız xeyir. Düz xətlər ayı 26-cı məsələyə baxırıq. Şərtdə deyilir, M nöqtəsindən 3 fayda məsafədən keçən və verilmiş düz xəttə paralel olan düz xəttin tənliyi yazın. M nöqtəsindən 3 fayda məsafədən keçən düz xətlərin sayı sonsuz saydadır. Amma bizə bir şərt verib ki, bu düz xəttə paralel olmalıdır. Belə bir qaydanı deyək. A1x plus B1 Y plus Z1 bərabərdir 0. Bu düz xəttə paralel olan düz xəttin ümumi şəkli belədir. A1 lambda x plus B1 lambda Y plus Z2 bərabərdir 0. Burada lambda fərqlidir, 0 olmalıdır. Odur ki, bizdə soruşulan düz xətti 5 lambda x çıxılsın 12 lambda y üstəgəl z2 bərabərdə 0 şəklində axtara bilərik. Buradan hər tərəfə lambdaya bölsək 5x çıx 12y üstəgəl z2 böl lambda bərabərdir 0-a. Bizdən soruşulan düz xətt bu şəkildədir. Burada C2 bölünsün lambdanı tapsaq, soruşulan düz xəttin tənliyi yazmış olur. Bunun üçün bizə bir şərt verib ki, M1 nöqtəsindən 3 fayda məsafədən keçir. Ümumiyyətlə, M x0, y0 nöqtəsindən ax plus by plus c bərabərdir 0. Düz xəttinə qədər olan məsafə ax plus b, ax0 plus by0 plus c modulda bölünsün kök altında a-nın kvadratı plus b-nin kvadratı. Bu düstur vasitəsilə tapılır. Şərtdə D 3-ə bərabərdir. 3 bərabər olacaq. A burada 5-dir. 5 vurulsun M nöqtəsinin apsisi, yəni 1. B mənfi 12-dir. Vurulsun M nöqtəsinin ordinatı. Üstəgəl Z isə burada Z2 bölünsün lambda. Z2 böl lambda. Modulda bölünsün A-nın kvadratı, yəni 5-in kvadratı, üstəgəl 12-nin kvadratı. Üç bərabərdir. 5 çıx 12 mənfi 7 üstəgəl Z2 böl lambda modulda bölünsün 5-in kvadratı 12-nin kvadratı 13 verəcək. Z2 böl lambda çıxılsın 7 modulda bərabər olacaq 39-a. C2 bölünsün lambda çıx 7 bərabərdir 39 və ya C2 bölünsün lambda çıx 7 bərabərdir mənfi 39. C2 bölünsün lambda birincidə 46-ya bərabərdir və ya ikinciden C2 böl lambda mənfi 32-yə bərabərdir. C2 böl lambda 46 olarsa, bizdən verilmiş düz xəttin tənliyi olur. Mənfi 32 olarsa, bizdən soruşulan düz xəttin tənliyi olur. Odur ki, bizdən soruşulan düz xəttin tənliyi 5x çıx 12y çıx 32 bərabərdir 0 şəklində. Bunun təsvirini versək, M nöqtəsi burada olsun, 1, 1. Bu məsafə 3 olsun. Bu düz xətlər bir-birinə paraleldir. M nöqtəsindən 3 fayda məsafədə keçirlər. Bunlardan biri 5 çıxıq 12
y üstəgəl 46 bərabərdir 0 düz xəttidir. Biri isə biz tapdığımız 5x çıx 12y çıx 32 bərabərdir 0 düz xəttidir. Bizdən soruşulan düz xətt isə bu düz xətdir. Tənliyi də bu şəkildə.